Əziz dəyərli qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Allah Taala'nın həm bizə, həm bizdən əvvəlki əhli kitaba etdiyi bir nəsihətidir, tövsiyəsidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və bir xatırlama eləmək istəyirəm, hansı ki, bu xatırlama əzəmətli bir mövzunu əhatə edir. Və o mövzu ki, ümmət üçün böyük bir təhlükədir, böyük bir əzəmətli qorxudur. O da bir qövmün şəriət elmi olmadan və ya şəriət elmindən uzaq olduğu halda elm libasında özünü ortaya atmasıdır. Və ya hansısa insanların şəriət elmindən uzaq olduğu halda şəriət əhli kimi, alimi kimi özünü fətva üçün, elm üçün ortaya qoymasıdır. Və fəsad edir, islah eləmir. Azdırır. Ne üçün? Çünki insanlar elə zənn edir ki, o hidayətə çağırır, islah edir. Amma əslində həqiqətdə azdırır. Ona görə də Rabbani alimlər olmayanda cahillər meydanı boş gördüyü üçün həmişə ortada olublar. Və deyirlər ki, alimlər bu ilə da zəlalət, azğınlıq, fitnə qapısını daha da genişləndirirlər. Və bəs edir ki, Peyğəmbər s.ə.v xəbər verib bizə bu bəlanı və çatı bu hədis bizə səhih, sabit yollarla Abdullah ibn Amr ibn Asın radiyallahu anh'ın rivayeti ilə ki, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ənəllaha lə yənzivəl elmə intiza'ən. Allah Teala bu elmi söküb almayacaq sizdən. Yəni qoparıb almayacaq. Və lakin yaqbidul elmə bi qabdul öləmə. Lakin bu elmi alimlərin ölümü ilə götürəcək. Hətta idə ləm yəbqa alimən, o vaxt ki, alim qalmayacaq, ittəxədən nəs ruhusən cühələ. İnsanlar cahilləri özlərinə baş götürəcək. Fəəftəv bi qeyrə elm fədalli və adalli. Onlar da elmsizcə fətva verəcəklər, danışacaqlar, zəlalətə düşəcəklər, yəni özləri də zəlalətdə olacaqlar və zəlalətə salacaqlar, yəni azdıracaqlar. Və sözsüz ki, xələl, naqislik heç də sözün çox olmasında deyil və ya danışdıqlarının çox olmasında deyil. Əslində xələl baxsaq nədədir? Görərik ki, xələl tərəzinin, meyarın olmamasındadır. O meyar ki, elmdir. O tərəzi ki, elmdir. O tərəzi ki, təqvadır, Allah qorxusudur. O tərəzi ki, o alimin bu dinin əhkamlarında sabit qədəm olmasıdır. O elmi əhlindən almasıdır. Ona görə bu meyar, əgər xələl varsa onda, görərsən ki, layiq olmayanlar qaldırılır, layiq olanlar alçaldılır. Ağıllar qarışdırılır və kiçiklər böyüklərə qarşı cürətlənir. Və o ilə də ixtilaf, təfriqəçilik ortaya düşür, meydana gəlir. Ona görə əksər alimlər bunun təhlükəsini vurğulayıb əslində. İşarə edib buna ki, haqsız yerə, haqqı çatmayan, əgər özünü ortaya atırsa, bu baş verməlidir. Və ən gözəl bu haqda danışan, cəm edən Əbu Bəkr Bəqillənidir, rahiməhullah, İnsaf kitabında xülasə olaraq deyir ki, bidət əhli, hava əhli heç vaxt cürətlənib batillərini əhl-i sünnəyə yeridə bilməyiblər. Çünki onların arasında Rəbbani alimlər olub daima. Nə vaxt qadir olublar ona? O vaxt ki, elmi olmayanın özünü elmli kimi qələmə verib özünü ortaya atması baş verdi onda. Həmin səbəbdən də zəlalət baş alıb gedib, onlar zəlalətdə olublar və kim onların ardınca gedib, onları da zəlalətə salıblar. Ona görə də Rağib el-Əsfahani həmçinin bu mənaya və ya bu mənaya yaxın vurğulayıb ki, hakimə, yəni əlinin altında rəiyyəti olan hər bir kəsə vacibdir ki, o insan ki, elm əhli olmayıb, özünü elm qiyafəsində ortaya atıb, onun əhvalını daima nəzarətdə saxlasın. Onda səhlənkarlığa yol verməsin. Ne üçün? Çünki nəticəcə şər yayacaq. Nəticəcə ədavət yayacaq, səfehlər fəzilət əhlinə qarşı cürətlənəcək. Ona görə deyiblər ki, əgər görsəz ki, cavan böyüyə qarşı cürətlidirsə və ya görsəz ki, insan alimlərin şənini alçaldırsa və ya görsən ki, fətva sahibi olmayan fətvaya qalxırsa, elm sahibi, elmin əhli olmayan cürətlənirsə danışmağa, bil ki, onun arxasında xələl, nöqsan o elmi düzgün qaynaqdan almamasındadır. Onun düzgün meydana sürülməməsindədir. Yəni ona kim etibar edib, onu ortaya atıb ondadır. Həmçinin də ədəbində xələl nöqsan var ki, ona cürətlənib. Və bəs edir ki, Abdullah ibn Məsud radiyallahu anhu belə bir vaxtın baş verəcəyini vəsf edərkən bildirib ki, zaman gələcək, tərəzilər tərs çevriləcək. Yəni meyar tərs çevriləcək. Zaman gələcək, fəqihlər olmayacaq. Və fiqh azalacaq, lakin danışanlar çox olacaq. Xütbə verənlər çox olacaq. Sual verənlər çox olacaq, əta edənlər az olacaq, əməl havaya uyğun olacaq. Yəni, hər kəs öz havasına uyğun əməl edəcək. Və məna odur ki, səslər çoxalacaq,
Lakin bəsirət az olacaq. Yəni elmlə danışanlar az olacaq. Ona görə də Allahdan qorxmaq lazımdır. İnsan dininə görə qorxmalıdır Rəbbindən, baxmalıdır ki, bu elmi kimdən alır. O elmi aldığı kəs təqvalıdır, Peyğəmbərin sünnəsinə tabe olandır, haqqı tövsiyə edəndir, haqqı əməl edəndir, salamət mənhəc sahibidir, yoxsa ki, əksidir. Ona görə də insan qorxmalıdır dini üçün, necə ki, dünyası üçün qorxur və götürməlidir səbəbləri, o səbəblər ki, hansı ki, onu salamat saxlayacaq bu fitnələrin, bu çaşqınlıqların dövr etdiyi bir ərəfədə. Ən başlıcası da Rəbbani alimlərin, etibar olunan alimlərin dizinin dibində olmaq, onlardan elm götürənlərin dizinin dibində olmaq, bilinməyən, tanınmayan və ya ikiyüzlü, dona geymiş insanlardan uzaq olmaq, həmçinin çox ardınca gedənlər var deyə kimlərəsə aldanmamaq və ya onun çox baxışı var deyə, çox baxırlar ona deyə ona aldanmamaq. Bil ki, din dəlillə götürülür, qaldırılmış, yüksəldilmiş qışqırıqlarla, səslərlə yox. Həmçinin də insan ədəbli olmalıdır alimlərə qarşı və kimin ədəbi azdırsa, bil ki, onun elmi də azdır. Və elmi az olanın bərəkəti də olmaz. Və kim böyüklərə tən eləyirsə, bil ki, Allah Teala ona korluq və cürətlə ruzi verib. Ondan başqa heç nə yoxdur. Və həmçinin çalışmalıdır ki, əgər başa düşmədiyi nə varsa, qaytarsın alimlərə, mütəşabih ayələri möhkəm ayələrə qaytarsın və çalışsın ki, öyrənənlərin yox, yəni öz-özünə öyrənənlərin yox, alimlərin dibində dərs alanlardan elmi götürsün. Allah Teala'dan dilirəm ki, Allah Teala bizə verdiyi bu elmlə bizi faydalı etsin. Bizə verdiyi bu elmi bizim üçün xeyr etsin, dünya və axirətimiz üçün. Elmimizi, hidayətimizi, təqvamızı artırsın, alimlərimizi qorusun, cavanlarımızı qorusun. Allah Teala dində bizi fəqih etsin, ölkəmizi digər müsəlman ölkələrini xətadan, bəladan qorusun, hifz eyləsin. Harada zəif müsəlmanlar varsa, onlara kömək olsun, ölkə başçımızı qorusun. Allah Teala onun ətrafında ona xeyirdə dəstək olan insanları cəm etsin, şər məkirli insanları ondan uzaq etsin, bizi eşidib faydalarını etsin. Aqulu ma təsmə'un və əstəğfirullaha li və ləkum və lisayiril muslimin min kulli zəm fəstəğfiruhu innehu ğafurur rahim.